Herkese salam. 2025 9-cu siniflər üzrə din toplusundan 5 suallıq mətnin izahına gəlin birlikdə baxaq. Mətni işləyərkən nələrə diqqət eləmək lazımdır? Deməli, mətni işləyərkən ilk öncə biz suallarla tanış olmalıyıq. Baxırıq birinci suala. What's the passage mean about? Bu testi işləyərkən biz adətən mətnin ilk cümləsinə baxmalıyıq. İlk cümləsində mətnin nə haqqında olması artıq bilinir. Əksər testlərimizdə bu belədir. There are interesting facts about elephants and their lifestyles. Mətnim elephantlar haqqındadır, yəni fillər. Və elə ikinci cümlədə bilinir ki, elephants are the world's largest land animals. Dünyanın ən böyük quru məməliləridir. Bununla avtomatik B variantında cavab çıxır. Nəhəng quru məməlilər. Cavab olur D variantı. A niyə səhvdir? Çünki ən təhlükəli heyvanlar onlar deyil. Onsuz mətnimizdə də belə bir cümlə var ki, elephants are not really very dangerous. Yəni fillər çox da təhlükəli bir heyvan deyirlər. Sadəcə bəzən pis davranışı olur. O da çubuq və yaxud daş xortumları ilə atmaq olur və salam. Yəni ən təhlükəli deyirlər. B. Erkək fillər. C-də erkək fil söhbəti olduğuna görə səhvdir. Niyə? Çünki mətnim ümumilikdə fillər haqqında idi. Burada həm dişi, həm erkək fil haqqında danışılır. Və Y variantı ona görə səhvdir ki, fil qruplarının liderləri. Mətnimizdə baxacaq, fil qruplarının lideri matriarx idi. Amma sadəcə mətnin matriarxlar, yəni dişi fillər haqqında deyil. Həm dişi, həm erkək, onların yaşayış tərzi, qrupa kim liderlik eləyir, nəyə qərar verirlər və s. bütün bunlar haqqındaydı. Keçdik ikinci suala. Which statement is true according to the passage? Mətnə seçən düzgün cümləni istəyir. Elephants' behavior towards is always safe. Deyir ki, fillərin davranışı həmişə güvənli olur. Biz bu cümlənin yanlış olduğunu buradan çıxarırıq ki, heç də onların hər hərəkəti yanlış deyil. Bu cümlədə sometimes they can be very bad-tempered. Bəzən onlar pis davranışlı ola bilirlər. Most dangerous habit, ən təhlükəli halları, pick up a large stick or stone with their trunk. Yəni çubuq və ya daş götürüb xortumları ilə yaxınlığındakı insanlara atırlar. A variantı, yəni həmişə söz olduğuna görə səhvdir, çünki bəzən təhlükəli ola bilirlər. B variantında qrup lideri male, yəni erkək fildir. Gəlin baxaq görək qrup rəhbəri kimdir. This group is guided an older female, yəni dişi yaşlı dişi lider tərəfindən guided, yəni idarə olunur və buna görə artıq B variantı səhvdir, çünki erkək fil nəzarətçi deyil, başçısı deyil. C-də deyir ki, erkək fillər həyatlarının sonuna kimi qrupla yaşayırlar. Baxırıq ki, belə bir cümlə varmı? Males will only stay with their family until they're adults. Böyük olana, yetişkin olana qədər yalnız ailələri ilə qalırlar. Deməli, heç də ömürlük qalmırlar. Amma ondan daha doğrusu əvvəlki cümlədə female elephants stay with the group for their entire lives. Yəni bütün həyatları boyu onlar dişi fillər deməli qrupda qalırlar. C variantı avtomatik səhvdir, çünki həyatlarının sonuna qədər erkəklər yox, dişilər qalır. D variantı səhvdir. Niyə səhvdir? Çünki erkək fillər qərarı qrup üzvü üçün qərarları erkək fillər yox, məhz dişi fillər verir. Və bu cümlə the leader, matriarch makes all the decisions. Bütün qərarları matriarx verir. Və matriarx kim idi? Matriarx deməli qadın idi. Yəni burada elə yazılmışdı ki, qadındır, kim ki head of family or social group. Ailə və yaxud sosial qrupun başçısı. Yəni erkək
fildən söhbət gedir. Onlar bütün qərarları verirdilər. Qrup üçün bura nə yemək, haraya getmək və harada yatmaq. Yəni bütün bu qərarları verirdilər və ona görə D variantda səhv olur ki, erkək fillər bütün qərarları qrup üçün verir. D variantda səhvdir. Y variantında isə deyir ki, female elephants spend all their life in their group. Dişi fillər bütün vaxtlarını qrup daxilində keçirdirlər. Bəli, biz o cümləni görmüşük və cümləni yenidən oxumaq istəyirdim. Deməli, female elephants stay with their group for their entire lives. Bütün həyatları boyu deməli qrupla yaşayırlar. Bəli, tamamilə düzdür. Cavabım olur Y variantı. Dişi fillər həyatlarının sonuna qədər qrupda yaşayırlar. Keçirik 3-cü suala. 3-cü sualda mənə deyir ki, what is the role of matriarch in the group? Matriarxın qrupda rol nə idi? Bayaqları biz bu cümləni oxuduq. Bu cümlə bir daha oxumaq istəyirəm. This group is guided an older female and the leader of matriarch. The leader matriarch makes all the decisions for the group, including what to eat, where to sleep and where to go. Yəni matriarxın deməli bütün qərarları verir qrup üçün. Bura nə yemək, harada yatmaq və haraya getmək daxilidir. Deməli bütün qrup özləri üçün qərar verir. O da cavabım C variantı. The matriarch makes decisions for the group members. Keçirik 4-cü suala. The most harmful habit of elephants is their ən təhlükəli davranışları. Təbii ki, ən təhlükəli davranışları 2-ci paragrafın sonuncu cümləsi idi. 2-ci paragrafın sonuncu cümləsində the most dangerous habit is to pick up a large stick or stone with their trunk and throw it with a great force at someone standing nearby. Yəni daşı götürüb yaxınlıqdakı kiməsə atmaq. O da cavab D variantındadır. A-da deyir ki, günəşdən gizlənmək, B-də deyir tək yaşamağa başlamaq, C-də deyir tozun içində uzanmaq və Y-də deyir ailədən ayrılmaq. Təbii ki, yanlışdır, cavab D variantı. Və nəhayət 5-ci sual, the false statements according to the passage. Səhv statement istəyir və 1-də deyir ki, filin dərisi çox nazikdir. Amma biz 2-ci paragrafın 1-ci cümləsində görürük ki, əslində filin qalın dərisi var və A1 yanlışdır deyə götürürük. 2-ci cümlədədir ki, 20-yə qədər olur qrupda və baxırıq. Baxırıq ki, burada live in groups 6-20 animals. Yəni 6-20 arası qruplarda yaşır fillər və beləliklə 2-ci cümlə tamamilə düz olur. Elephants rarely shakes dust and mud baths. Yəni fillər nadir hallarda toz və balçıq vannası qəbul eləyir. Amma biz burada bir cümləmiz var ki, bu cümlə they protect their skin from someone by taking regular dust and mud baths. Nizamlı, davamlı şəkildə regular palçıq vannası qəbul edirlər. Ona görə 5-ci sualda 3 yanlış olur və cavab kimi götürürəm. Cavabım olur 1-3. 4-ə baxıram, 5-in 4-cüsünə fillər bəzən təhlükəli ola bilir. Bayaq oxuduq ki, bəli, fillər bəzən təhlükəli ola bilirlər. Daşı və yaxud çubuğu götürüb yaxınlığındakı insanlara ata bilirlər. Belə mətnimizin izahını verdik. Növbəti mətnlər, short tekstlər, eseylər və qrammatik izahları üçün mütləq şəkildə videonu bəyənib səhifəyə abunə olun ki, yeni videoları qaçırmayasınız.